Salam, ismin hallanması ilə bağlı test izahına baxırıq. Deməli, verilmiş söz hansı cümlədə təslik halda işlənmişdir? Baxırıq bir-bir variantlara. Məktub hələ anasına çatmayıb. Deməli, əvvəlcə təslik halın şəkilçisini yadımıza salaq. Görək hansı şəkilçiləri var idi təslik halda. Deməli, I üstü 4. Bu nə deməkdir? Yəni, I, I, U, Ü. İndi baxırıq. Məktub hələ anasına çatmayıb. Buradakı anasına sözündə A şəkilçisi var. Anasına, kimə? Amma təslik halın sualı kimidir? Çünki I, I, U, Ü daxı şəkilçisi ona görə. Deməli, A variantı olmayacaq. Keçirik B variantına. Məktubda ünvanı qeyd etmişdi. Nəyi? Ünvanı. Bax, ünvanında I şəkilçisi var. I hansı halın şəkilçisidir deyirdi? Təslik halın şəkilçisi. Ona görə də B variantı uyğun gəlir. Cavab olacaq burada B variantı. Sonra keçirik ikinci suala. Verilmiş nümunədə yəli halda işlənmiş isimlər hansılardır? Bir əlində yazın günəşi, bir əlində buludlar. Necə bayram qarşılayır sizin nəsillər? Əvvəlcə yəli halın şəkilçisini yadımıza salırıq. Yəli halın şəkilçisi hansıydı? In üstü 4. Yəni in, in, un, ün. Kimi, nəyi, haranı suallarına cavab verirdi. Hansı misralarda, sözlərdə daha doğrusu görə yəli hal şəkilçisi var? Bir əlində yazın günəşi, bir əlində buludlar. Nəyin? Yazın ola bilərmi? Bəli. Günəşi nəyi ola bilməz? Əlində nədə? Deməli, bir yazın sözüdür. Bir də ikinci misraya baxırıq. Sizin nəsillər. Kimin? Sizin. Deməli, olacaq burada bu variantı düzgün cavab. Daha sonra keçirik üçüncü suala. Verilmiş xüsusiyyətlər hansı ismə aiddir? Deməli, ismin bir neçə xüsusiyyəti var. İsmin hallanması var. Yəni, özünə məxsus bir xüsusiyyəti var ismin. Yəni, mütləq hər hansı bir halda olmalıdır. Ya adlıq, ya yönlü, ya yerli. Yəni, adlıq halın şəkilçisi yoxdur. Amma yenə də bir söz mütləq adlıq halda olmalıdır. Deməli, burada mücərrəd mənalı isimlər var. Yönlük halda işlənmişdir. Deyir, köməyə, əməyin, düzənlikdən, çiçəyə. Mücərrəd mənalı isimləri əvvəlcə yadımıza salaq. Görək mücərrəd mənalı isim nə deməkdir? Mücərrəd mənalı isimlər, yəni bizim əlimizlə toxuna bilmədiyimiz, gözümüzlə görə bilmədiyimiz, hiss eləyə bilmədiyimiz bir şeylərdir. Yəni, daxillə bağlı bir şeylərdir. Məsələn, deyirəm otaq, əlimi vururam, kitab, qələm, dəftər, çanta, paltar, corab və s. Bunları əlimi vururam, gözümü də görürüm. Bunlar mücərrəd deyil, konkret isimlərdir. Mücərrəd mənalı isimlər bizim beynimizdədir. Məsələn, arzu, xəyal, qəm, qüssə, sevgi, kədər, bunlar mücərrəddir. O zaman seçirik indi buradan hansılar mücərrəd ola bilər və yönlük halda, yəni A, Ə şəkilçisi qəbul etsin. Baxırıq burada, bax görürsən, A variantında kömək sözü mücərrəd məna bildirir və A, Ə şəkilçisi qəbul edir. Digərlərində isə in olmaz, dən olmaz, ədə deyən çiçək biz gözümüzlə görürük, mücərrəd mənalı isim sayılmır. 4-də baxırıq. Verilmiş sözlər arasında ismin hansı halına aid nümunə yoxdur? Ağıl, diləyin, otaqda, çiçək, qələmə. Hansı hallar var idi ismin? Yadımıza salırıq. Adlıq, yiyəlik, yönlük, yerlik, təsirli, çıxışlıq. Və hər birinin də özünə məxsus şəkilçiləri var idi. İndi burada baxırıq. Ağıl adlıq haldadır, şəkilçisi yoxdur adlıq halın. Diləyin, in, yiyəlik, otaqda, dadə, yerli, çiçəyi, I, U, təsirli, qələmə, yönlük. Hansının adını çəkmədim mən? Çıxışlığın adını çəkmədim. Burada dan-dən şəkilçisi mən gördüm, yox. Ona görə də cavabımız olacaqdır variantı. Sonra baxırıq 5-ci suala. Nöqtələrin yerinə uyğun gələn şəkilçilər ismin hansı halına aiddir? Şəhər yerin yaşamaq öyrəşmişdir. İndi biz bura şəkilçilər qoşmalıyıq. Şəhər yerində yaşamağa öyrəşmişdir. Da, də. Hansıdır? Yerli. Yaşamağa. A, ə. Hansı olacaq? Yönlük.
Deməli, düzgün cavabımız oldu B variantı. Sonra gəlirik 6-ya. Nümunədə deyir altından xətt çəkilmiş söz hansı haldadır? Altından xətt çəkilmiş ucunu sözüdür. Burada hansı şəkilçini biz görürük? U şəkilçisini 4 cür yazılan. U hansı şəkilçidir? I, U, Ü təsirli halın şəkilçidir. Ona görə düzgün cavab hansı olacaq? Təsirli hal hansıdır? A variantında. Düzgün cavab oldu A variantı. 7-də. Şəhər sözü cümlədə halda adlıq halda işlənmişdir. Şəhər sözü cümlədə adlıq halda işlənmişdir. Baxırıq. Adlıq hal şəkilçi qəbul etmir də bilirsən. Amma bəzi şəkilçilər var ki, qəbul edə bilər. İsmi, məsələn, kəmiyyət şəkilçilərləri qəbul edəndə də biz onu adlıq hal kimi götürə bilirik. Məsələn, şəhəri hamı bəyənir. Burada I var, götürə bilmərik. Şəhərin mərkəzində evimiz var. Onun in yox. On var. Şəhər günü gündən gözəlləşir. Nə şəhər? Deməli, bax, burada biz bunu götürə bilərik düzgün olaraq. C variantındadır. Uyğunluğu müəyyən edin. Yəni, sözlər hansı hala uyğundur? Baxırıq. Yəlik hal ın indidə sənin gələcək B-ya 1B. Məktəbə yönlükdür A-A, 2A-ya gələcək. Yerlik də dadədir. Bu da C-ya gələcək. 1 B, 2A, 3-də C. C variantı uyğun oldu. Sonra baxırıq 9-a. Deyir, hansı söz yəlik halda işlənməyib? Yəni, in qəbul etməyib. Qələmin, misalın, fincanın, ocağı. Bax, görsən, burada I var. Ocağı. Deməli, bu hansı haldadır? Təsirli halda. Düzgün cavab D olacaq. Söz deyir, onda deyir ki, sözü ismin hallarına görə dəyişib yazın. Bu artıq açıq testi. Bunu bir-bir yazırıq. Məktəbimiz. Burada mənsubiyyət qəbul edib. Məktəbimiz, yəni bizim məktəbimiz. Bu adlı haldadır. İndi məktəbimiz sözünü başlayırıq, hallara salırıq. Məktəbimiz. Məktəbin. Sonra bir də ayrıdan yazıram. Bir dəqiqə. Aha. Məktəbin. Daha sonra məktəbə. Məktəbi. Məktəbdə. Və biri qaldı məktəbdən. Məktəbdən. Adlı halda, yəni məktəb, məktəbimiz də ola bilər, fərqi yoxdur. Mənsubiyyətdə də adlı haldadır. Sonra məktəbin yerli halda, məktəbə yönlü halda, məktəbi təsirli halda, məktəbdə yerli halda, məktəbdən çıxışlı halda. Bu cür hallandırırıq. Deməli, yəqin ki 10 testin izahı aydın oldu.